Şahin bəy, əllər 3-9 istiqamətə bir balaca aşağı yendi, cüzi. Ay, çox yox, 3-9 istiqamət. Saat siferblatında əllər ya 3-9 istiqamət tutulmalıdır və yaxud 2-10 istiqamət tutulmalıdır. Mən 3-9 tərəfdarıyam. 3-9 istiqamətini tut. İndi bir dövrə sağa, bir dövrə sola. Bayaq öyrətdiyim qaydada apardın, əlini götürdün, həmin yerə qoy. Oldu? Bir dövrə sağ elə. Sən görürsən rol dirəndi, düzdür? Bir dövrə sola apar. Bir dövrə sola apar. Bəli. Bir dövrə sağa. Bir dövrə sola. Əlası. İndi solda dönmə işıqlar var. Yuxarı qaldırın, sağ yanır, aşağı yanır, sol yanır. Düzdür? Sola deyəndə solu yandır, sağa deyəndə sağını yandır. Okay? Solunu yandır. Bir dövrə sola apar. Bir dövrə sağa apar. Hələ ki sükana baxaraq işte. Bir dövrə sola. Bir dövrə sağa. İndi sola deyərkən sol gücünə baxacaqsan, eyni zamanda dönmə işini yandıracaqsan, sükana qətiyyən baxma. Sağa deyəndə sağ gücüyə baxacaqsan, sağa dönmə işini yandır. İndi sol dönmə işini yandır, zəhmət olmasa sol gücüyə baxaraq döndür. Əlaçı, sağını yandır. Sola. Biz sizdə ilkin vərdişləri formalaşdırırıq hal-hazırda. Bax, indi elə yollar var ki, gücdən baxanda görsənmir. Biz ona çiyin baxışlarına baxacaq. Kör buzanda sürücüdə. Məsəl üçün, bax, belə əyiləcəksən qarşıya, belə gücdən yox, bax, pəncərədən baxmağa çalışacaqsan maşını. Biraz əyilini qarşıya, bu şəkildə baxdın, düzdür? İndi əyil biraz qarşıya, sağ tərəfdən baxmağa çalışır. Ya pəncərəmizdən, ya da deyək, arxa pəncərəyə boylanın. Bu şəkildə oldu, bu şəkildə dönəcəksən. Çiyin baxışlarını. İndi solunu yandır, getdin qarşıya, apar. Sağa, əlini roldan çəkmədən fırla, fırla, fırla. Bir dövrədə fırla. Əlası, hardansa ora qoy. Aysa, biraz boş saxla. Bax, qolun bu nahiyəsini boş saxla. Bax, təcrübəsi sözlərin çoxu, misalsın, özündən sonra qolun çox sıxı, bu nahiyəsini çox gərginləşdirir və hansı qolu daha güclüsə, maşını o istiqamətə qaçırdır. Bax, bilək nahiyəmizi, bax, bu nahiyəmizi boş saxlamaq lazımdır, əziz qardaşım. Oldu? Əli amma normal tutmalısın. İndi təkrar edirəm. Çiyin baxışdan, solunu yandır, əyil, sola baxaraq döndür. Qayıtma. Bax, döndər, Aysa. İndi qayıt, sağını yandır. Çevir sağa. Afərin. Tamamdır. İndi 5-ci vərdişə keçirik. Bax, mən sizdə ilkin vərdişlər formalaşdırıram. Ümid edirəm ki, bu videoya baxan izləyicilərimiz videonu tam axıra kimi dinləyərlər. Bax, tələbədə bilik bazını artırmaqla yanaşı ilkin vərdişlər formalaşdırmaq lazımdır. Bax, sizin birinci dərsinizdir. Görürsünüz, hətta siz mənə dediniz ki, mən daha öncə avtomobil sürmüşəm. Öz maşınım olmasa da, dostumda, tanışımda sürmüşəm bir neçə dəfə. Düzdürmü? Ona rəğmən mən birbaşa sizi yola çıxartmadım. Maşından nələrə izahlərik, nələrə diqqətlənməliyik. Məsələn, motor hissəsinə nələrə diqqətlənməlisən, mexanizm necə işləyir, sürət aksusu necə işləyir, siz əyləşməmişdən qabaq özünü döndərib göstərmişim ki, bu qaydada döndürəcəyik və s. Qızıl qaydaları və s. Bunlar izah olunmalıdır. Hər bir təlimçi bunu keçməlidir. Və eyni zamanda hər bir təlimçi bax bu vərdişləri formalaşdırılmalıdır. Təsir olsun ki, eləmirlər. Niyə? 90% öyrətmir bunu. Niyə? Çünki yerində sükan bu qədər çevirmək, rulovoy deyirlər də, sükan mexanizmi məhv edir. Təkərləri sıradan çıxardır, tez sıradan çıxardır. Amma ona rəğmən eləmək lazım. Bax, mən düşünürəm ki, istər müəllim olsun, istər həkim olsun, istər polis olsun, istər adi usta olsun, fəhlə olsun belə. Hər kəs öz işin vicdanına görməlidir, qardaş. Xarab olacaq. Olacaq da, get düzəltdirəcəksin. Amma öyrətməlisən. Tələbə sükan üzərində işləməyə bacarmırsa, o 10 saat yox, 40 saata qalsa ondan professional sürücü olmayacaq. Mən bunu dəfələrlə görürəm, internetdə qarşıması. Baxıram, tələbəmin 10-cu dərsidir, 5-ci dərsidir, amma baxıram, düzgün döndürə bilmir. Əlini düzgün yerdən tutmur. O sürücüdən, o tələbədən sürücü olmayacaq. Canlı kamikazlardan birini artırırlar. Olmaz. Ona görə düzgün vərdişlər formalaşdıracağıq. Sonra, bax, gördüm, birinci bir vərdiş formalaşdırırsan, bir dəfə döndürməyi düzgün öyrəndik. Sonra ikinci vərdiş gəldi. Dönmə işığı, döndürmək, dönmə işığı, döndürmək. Sonra üçüncü vərdiş, güzgü dönmə işığı, döndürmək, düzdürmü? Sonra dördüncü vərdiş gəldi. Çiyin baxışı gəldi əlavə olunur. İndi 5-ci vərdiş yaradacağıq. Zəhmət olmasa, ayağını iki pedalın ortasına qoy, sağ-sol apar gətir. İndi maşın işlək vəziyyətdə çox sıxma pedalları, sağ-sol, ayağını işləsin. Ayağını işlət. İşlət. Aha. Davanı bir balaca dala sürüşdü, cüzi. Çox yox.
İndi sağ sol ilə ikisinin ortasına qoyursan. Afərin. İndi eyni zamanda həm ayağını işləyəcək, həm əllərini işləyəcək. Orta gücdən baxaraq bir dövrə sağa, bir dövrə sola işlə. Həm ayağını işləsin, həm əlini işləsin, həm gözün baxsın. Oldu? Sağa dönmüşünü yandır. Ayağını işlət, ayağını işlət. Aha. Orta gücdən bax, bir dövrə sağa. Orta gücdən. Hə. Orta gücdən bax, bir dövrə sağa. Getdi. Ayaq dayandı axı. Aha, 5-ci vəziyyətində biraz. İndi bir dövrə sola, solunu yandır, ayaq işləsin, dayanma. Fərqi yoxdur, əlin hara gedir getsin, ayağını dayanma, tərpətmə. İşlət, işlət. Afərin. Bir dövrə sağa. Aha. İndi sol gücüyə baxaraq Aha. işlət. Ayaq dayanmasın. Bir dövrə sağa, sağ gücüyə bax. Axıra kimi sağa apar indi. Duran indi, 2 dövrə qaytar get, şeylər düzəldək. İndi hal-hazırda sənin şu anda düzdür, təkərlər düzdür. Çünki axıra kimi sağa apardıq, 2 dövrə geri qaytardıq da təkərlər düz oldu. Əhsən, sən də artıq ilkin vərdişlər formalaşdı. Maşallah götürmə qabiliyyətdə yaxşı tələbəsən. Deyiləni icra eləməyi vaxtında bacarırsan. Ayağını işləsin, söhbət edirik, ayağını işlət. Qoy vərdiş alınsın. İşlət, işlət. Afərin. Bax, indi sənlə həkdə başlayacaq. Oldu? Mən səkəş dayandırıram. Sənlə həkdə başlayacaq. Artıq ilkin vərdişlər formalaşdırmışıq. Uğurlar olsun.